Yəqin ki, bu dietik şirniyyatı çoxunuz bilirsiniz. Mən güya diyetdə olduğum üçün hər dəfəsində bunu hazırlayıram. Bunu hazırlamaq çox da çətin deyil, çox asandır. Yulaf və semiçkadan ibarətdir. Tavada yüngülcə vamxodda bunları qızardırıq. Daha sonra içərisinə bal əlavə edirik və balı da biraz içərisinə tökdükdən sonra yenə qarışdırırıq. Amma bu çox soyulmamalıdır. Çox soyuduqda yapışır. Azca istiliyi olmalıdır. Mən əlimlə forma verdim. Əslində bunların qabları olur və marketlərdə əslində bəlkə də görmüsünüz satılır. Dietik addeldə də satılır. Ya qazirok olaraq da satılır. Fıstıqlı, semiçkalı ayrı olur. Ancaq mən belə yulafla hazırladım. Çox dadlıdır, çox mükəmməldir. Siz də istəsəz evdə hazırlaya bilərsiniz. Diyetdə olanlar məncə çox sevəcəklər bunu.